Dostlar, bugün istedim yani toyuqlar haqqında məlumat verim, toyuqların son durumunu çəkim yani. Gördünüz mü yani toyuqlar? Yani son durumu belədir dostlar. Yani toyuqlar haqqında məlumat istəsəz, yəni toyuqlar haqqında o qədər də məlumat verməyə ehtiyac yoxdur. Yəni bir dənə qısa konkret deyə bilərəm ki, yəni yumurtalıq toyuq istəyirsinizsə Xarkov saxlaya bilərsiniz. Amma əgər yəni belə yəni uzun ömrlü toyuq istəyirsinizsə Ağdam toyuğu ilə yəni kənd toyuğu saxlaya bilərsiniz. Yəni qısa konkret belə məlumat verə bilərəm yəni. Məndə yəni bir dənə Ataks toyuğu, bir dənə Xarkov, 4 dənə Selebris, bir dənə Lider 55 var. Yəni qalanları da kənd toyuğu. Yəni Ağdam soruşsanız, yəni Ağdam olubdu. Yəni qabaqçı videolarımda baxa bilərsiniz. Yəni Ağdam xoruzum var idi. Yəni Ağdam cələrində var idi. Qabaqçı videolarda çəkmişəm. Amma indi onlar yoxdur dostlar. Ağdam cələr xəstəliyə düşdü, kəsdim yəni. Amma yəni dostlar, yəni Selebris desəz, yəni Selebris var onsuz da yəni Ağdamdan Selebrisin qarışığı idi o cücələr, yəni çox da gözəl çıxmışdı. Yəni Ağdamın bütün hamısı yəni Ağdam idi. Yəni Ağdamdan dönmə idi. Yəni Ağdam xoruzundan çıxanların hamısı Ağdamdan dönmə idi. Yəni dedim yaz. Dostlar, hamısı da yəni yaşa geçəlmişdi yəni. Məcbur qaldım yəni. Kəsdim yəni, xəsarəyə düşdülər. Toyuq da yumurtadım, yumurtamadım bilmirəm. Dostlar yumurtamayıb. Neyse də dostlar, belə yəni. Yəni dediyim kimi Xarkov toyuğu saxlaya bilərsiniz. Yəni Selebrisləri o qədər də önərmirəm çünki tez qocalırlar. İndi mən amma hamısının qarşısı saxlayıram. Yəni bax görə burada Zula var yəni, orada yumurta var. Qarşısı saxlayıram, yəni yumurta var. Yoxdur yəni. Qarşısı saxlaya bilərsiniz, yəni ayrı-ayrı da saxlaya bilərsiniz. Yəni bu toyuqların son durumu haqqında olsun dedim. Yəni ördəklərin son durumu haqqında video paylaşmışam. Yəni nə bilim, otlatma videoları niyə gəlmir desəz, yəni dostlar otlamırlar, o qədər də yaxşı. Yəni elə kanalımda 2-3 video yəni otlatma videosu, yəni oradan baxa bilərsiniz. Yəni ördəklər otlatma videosu çəkmişəm yəni. Toyuqların son durumu odur ki, yəni dostlar. Toyuqlar yəni baxın belədir, yəni son durumu belədir. 20 toyuq, 3 xoruzdur yəni. Dostlar dediyim kimi yəni Pekin ortaya ala bilərəm yəni yaxınlarda. Elə bilmirəm indi yəni. Elə ki bilmirəm, toyuq da burada yatıbdır. Yəni dostlar belədir yəni toyuqların son durumu yəni. Belədir yəni. Onsa mən həmişə ördəklərlə bağlı video çəkəndə yəni toyuqları da göstərirəm. Və yaxud da toyuqlarla bağlı video çəkəndə ördəkləri də göstərirəm yəni. Dostlar kanalıma bəyənib abunə olmağı unutmayın yəni dostlar. Heç olmasa yəni abunə butonuna bassın, kanal qalxsın, yəni kanal qalxdıqca yəni gündə çoxlu videolar çəkəcəm, yəni söz verirəm. Kanal o da artdıqca yəni abunəçi artdıqca. Yəni heç olmasa bir yəni hələ ki 3 dənə abunəçi var, o da dostlarıma demişəm, onlar abunə olublar. Yəni kanal qalxdıqca dediyim kimi yəni kanal qalxdıqca yəni videoları sayda artıracağam yəni. Hələ ki 3 abunəçi var, ona görə yəni videolara o qədər də çox olmasa günə 1 video, 2 video paylaşıram yəni. Baxın bunlar da belə yeyirlər, yəni bu avstralıq toyuq demişdim. Qarışıqlar. Yəni dostlar belə toyuqların son durumu belədir. Sağ olun, yəni salamat qalın. Kanalıma bəyənib abunə olmağı unutmayın dostlar. Baxın son durumlar, yəni orada hissələr, bəziləri oradadır, bəziləri də o hissədir. Toyuqlar çox da məlumat vermək istəmirəm, yəni video çəkmək istəmirəm. Sağ olun, salamat.